Yuxuda qorxmaq görmək müxtəlif mənalara gələ bilər və yuxunun təfsiri onun detalları, yuxu görənin emosional vəziyyəti və həyatında baş verən hadisələrdən asılıdır. Gəlin, bu yuxunun mümkün mənalarını ətraflı izah edim. 1. Daxili narahatlıqlar və qorxular. Əgər yuxuda qorxu hiss edirsinizsə, bu, real həyatda sizi narahat edən məsələlərin əks olunması ola bilər. Gündəlik həyatınızda stres, qeyri-müəyyənlik və ya həll olunmamış problemlər varsa, bu narahatlıqlar yuxularınızda qorxu kimi özünü göstərə bilər. 2. Gözlənilməz hadisələr və təhlükələr. Yuxuda qorxmaq bəzən sizi gözləyən bir təhlükə və ya çətinlik haqqında xəbərdarlıq ola bilər. Bu o deməkdir ki, həyatınızda diqqətli olmalı, müəyyən risklərdən qaçmalı və daha ehtiyatlı davranmalısınız. 3. Dəyişikliklər və yeniliklər. Qorxu bəzən həyatınızdakı dəyişikliklərə qarşı olan daxili müqavimətin simvolu kimi yozula bilər. Yeni iş, yeni münasibət və ya bilinməyən bir vəziyyət qarşısında özünüzü güvənsiz hiss edirsinizsə, bu hisslər yuxularınızda qorxu kimi təzahür edə bilər. 4. Keçmiş təcrübələrin təsiri. Əgər keçmişdə travmatik hadisə yaşamısınızsa, bu hadisənin təsiri hələ də şuuraltınızda qalır və yuxularınızda qorxu şəklində özünü göstərə bilər. Bu cür yuxular sizi həmin hadisə ilə barışmağa və ya onu tam unuda bilmədiyinizi göstərir. 5. Qorxudan qaçmaq və ya onunla üzləşmək. Əgər yuxuda qorxduğunuz halda bir yerə qaçırsınızsa, bu real həyatda problemlərdən yayınmağa çalışdığınızı göstərə bilər. Əgər qorxunuza baxmayaraq yerinizdə qalırsınızsa və ya qorxduğunuz şeylə üz-üzə gəlirsinizsə, bu o deməkdir ki, siz həyatda çətinliklərə cəsarətlə yanaşırsınız və qorxularınızı məğlub etməyə hazırsınız. 6. Simvolik mənalar. Bəzi yuxu yozumlarına görə qorxu hissi sizi sevindirəcək bir hadisənin yaxınlaşdığını da göstərə bilər. Çünki bəzən yuxular gerçək həyatda əks mənalar daşıyır. Nəticə, yuxuda qorxmaq ümumiyyətlə daxili narahatlıq, təhlükə, dəyişikliklərə qarşı müqavimət və ya keçmiş travmalarla əlaqəli olur. Yuxunun tam mənasını anlamaq üçün yuxuda nə baş verdiyini, qorxunun səbəbini və sizin reaksiyanızı da nəzərə almaq lazımdır. Əgər yuxularınızda tez-tez qorxu hiss edirsinizsə, bu, emosional vəziyyətinizə daha çox diqqət yetirməli olduğunuzu göstərir. Özünüzü rahat hiss etmək üçün stressi azaldan fəaliyyətlərlə məşğul olmaq faydalı ola bilər. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın.